Mən də öz növbəmdə İmam Zaman ağanın mövludu münasibəti ilə hər birinizi təbrik edirəm. Hacı məni mübaliğə ilə təqdim elədi. O da onun böyüklüyündəndir. Allah razı olsun. Və yazdığım bir-iki qəzəldən deyərəm. İlk öncə bir münacat deyəcəm. Ondan sonra İmam Zaman ağanın 2019-cu ildə keçirilmiş qəzəl müsabiqəsində mən bu qəzəli səsləndirərək həmən yarışmanın qalibi olmuşam. Onu səsləndirəcəm və sonra bir cümə şeiri var. Çox vaxtı uzalan deyiləm. Bir salavat zikr eləyək. Olmaq nə gözəlmiş sənə bir bəndə ilahi. Olmaq nə gözəlmiş sənə bir bəndə ilahi. Varmı o ləyaqət görəsən məndə ilahi. Qüvvət ver ibadətlə keçirdim qalan ömrü. Vardır nə qədər tabu təvan təndə ilahi. Əffet məni, nə ola, nə günahım var ölüncə, məhşər günü qoyma məni şərməndə ilahi. Otdan qoru ruhum tapa sərinliyi, ta ki cəddim Xəlilullah kimi gülşəndə ilahi. Cəm eylə müsəlmanları yumruq kimi olsun. Cəm eylə müsəlmanları yumruq kimi olsun. Qalmış hərə bir yanda pərakəndə ilahi. Öz nəfsimi ram etməyə imdad elə qoyma. Salsın məni min cür oyuna fəndə ilahi. Eşqün ki bu sən anı özündən qoparıbdır. Lütf eylə ki tapsın özünü səndə ilahi. Lütf eylə ki tapsın özünü səndə ilahi. Salavat zikr eləyək. İndi deyəcəyim qəzəl İmam Zaman ağa haqqındadır. Adətən qəzəllərdə ağıya hər kəs gəl deyər. Düzdür, mənim də yazdıqlarımda İmam Zaman ağıya gəl dediyim qəzəllərim var. Bəzən də olur ki, yazıblar gəlmə. Amma mən fərqli olaraq ağaya deyirəm, hələ gəlmə. Yəni biz hazır deyilik. İnşallah dinləyək. Bir salavat zikr eləyək öncə. Gəlmə hələ ey sahibi dövran, hələ gəlmə. Gəlmə hələ ey sahibi dövran, hələ gəlmə. Yoxdur hələ ki bizdə o iman, hələ gəlmə. Qoyma qədəmi pakini çirkabə bulansın. Yoxdur sənə layiqli bir ünvan, hələ gəlmə. Mehman olan ünvan gərək əvvəl təmiz olsun. Mehman olan ünvan gərək əvvəl təmiz olsun. Napak idi könlüm evi, mehman hələ gəlmə. Allahı və Qur'anı ki dərk etməmişik biz. Allahı və Qur'anı ki dərk etməmişik biz. Gəlməz sən o tarih, sən o Qur'an hələ gəlmə. Nəfsin gücü əqlin dəvəsin ram eləyibdir. Dərk eyləmir insanlığı insan, hələ gəlmə. Salih bir əməl sahibi varmı aramızda? Salih bir əməl sahibi varmı aramızda? Yoxdursa bir imanlı müsəlman, hələ gəlmə. İnsanlığa toy tutmuşuq. İnsanlığa toy tutmuşuq, hər yan tozanaqdır. Meydan suluyur dəhridə şeytan, hələ gəlmə. Səbr et,
Səbr et, nola bəlkə biri napak əməlindən tövbə eləyib oldu peşiman. Hələ gəlmə, ol qədri günahkarıdır üzr istəmək üçün. Ol qədri günahkarıdır üzr istəmək üçün. Qarşında üzü qavrədir sən an, hələ gəlmə. Qarşında üzü qavrədir sən an, hələ gəlmə. Salavat zikridir. İcazənizlə Hacı bir cümə şeirində səsləndireyim. Allah hacının ömrünə bərəkət versin. Bizim rayonumuzda cümə namazını təşkil eləyib uzun illərdən sonra. Və hacı elə cümə namazını təşkil eləyən vaxtlarda mən də özümə borc bildim ki, mən də hacı bir din xadimi olaraq bunu həyata keçirdim. Mən də bir şair demək olarsa dırnaq arasında, mən də dedim bir şeir yazım. Necə ali, nə müqəddəs, nə mübarəkdir bugün. Necə ali, nə müqəddəs, nə mübarəkdir bugün. Yəni hər qədridə, qiymətdə də bil təkdir bugün. Görün indi nə fəzilətlidir, yüksəkdir bugün. Nə qədər insanı haqqın yoluna çəkdi bugün. Bugünü üçün daha möhkəm sevinək mömin olan, ki budur vəchi gəlib çatdı nəhayət cümədə, yenə də məscidə üz tutdu cəmaət cümədə. Bunu dərk eylər o kəs ki, var onun imanı, cümənin ruzu və neymətdir bizə hər ani, Allahın möminə sonsuzdur o gün ehsanı. Necə olmuş Ramazan 11 ayın sultanı, cümə də günlərin ən üstünü ən əfsəlidir. Düşün indi bu qədər varsa fəzilət cümədə, səni ağuşuna almış niyə qəflət cümədə? Hələ Qur'anı açıb et cümə surəsinə nəzər, xətmi peyğəmbərə vəhiy ilə gəlib gör nə xəbər. O xəbər ki, sənin üçün nə ziyan var, nə zərər, nə savab var, nə xeyir var, onu sən bilsən əgər. Nə qədər vacib işin olsa onu tərk qılıb, eləyərsən o qədər səcdə və taət cümədə, kəsilər bəlkə də cismindəki taqət cümədə. Həzrəti Yaqubun evladları etdikdə xəta, Həzrəti Yaqubun evladları etdikdə xəta, sonra peşman olaraq söylədilər ya əbəta. Sən o tari bizim üçün ola bir eylə dua, ki bizim tövbəmiz axır ola qəbul-i xuda. Cavabında o buyurdu cümədə tövbə edin, görən aya nədir məna, nədir hikmət cümədə. Daha da çoxdur bağışlanmağa fürsət cümədə. Necə bir mənzilə kim gəlsə bir izzətli qonaq, necə bir mənzilə kim gəlsə bir izzətli qonaq, o qonağın qabağında üzü olsun deyə ağ, evi ev sahibi pak eyləyər ondan da qabaq. Elə pak eylə ki qəlbin evini sən bu sayaq, çıxa ta ki çölə batindəki şeytanın nə var, sonra da etsən ağam Mehdini dəvət cümədə, o da can başla zühur eyləyər əlbət cümədə. Varam hər bir namazımda nə qədər var imanım, hələ sən gör nə deyirsən, gələ sahib zamanım. Sabaha yoxdur bugündən mənim amma gümanım, cümədən də biraz əvvəl çıxa birdən bu canım. Nə olar alım mənə məhşər günü etdikdə sual, nə deyim mən? Deyim oldum neçə müddət cümədə, ya deyim getməmişəm, yox idi həzrət cümədə. Cümə cəm olma deməkdir, yəni vəhdətdir cümə. Pak olub Allaha bağlanmağa fürsətdir cümə.
Möminə eşqidir, sevdadır, məhəbbətdir cümə. Bir ağam var ki, onun vəsilinə həsrətdir cümə. Bizi də üzdü bu hicranın oxu. Gəl bir olaq, qalmasın qəlbidə bir zərrə küdurət cümədə. Ağa görsün ki, yaranmış necə vəhdət cümədə. Bəxtəvər kəsdir o kəs ki, dünənin ötsə bugün, dünənindən yəni fərqli olaraq bitsə bugün. Sənanın halına vay olsun ədər getsə bugün, nə ola birdən zamanın sahibi zuhur etsə bugün, desə bəsdir bu qədər hərzə və hədiyanı dedin. Özün öncə elə Allaha ibadət cümədə, əməl eylə, sonra ver xəlqə nəsihət cümədə. Əməl eylə, sonra ver xəlqə nəsihət cümədə.